orada çempionatın yəni strategiyası elədir ki, o qədər liqalar var, o qədər komandalar var. Bir dənə hansı ki, məsələn, Atletico Madridi götür və yaxud da Realı götür, Barselonanı götür. Var məsələn performans komandası. Hansı ki, konkret birinci komandadır. Yəni Atletico Madridin tutaq ki, 17 yaşlarında işləyir bu adam, baş məşqçinin köməkçisidir. Var bunların performans əsas komandası. Ondan sonra gəlir akademiya komandası. Hansı ki, onlar elə bil akademiyada olan futbolçular bu professional futbolçulardan aşağıdır. Orada elə bil məşq edirlər, oynayırlar. Tam özünü yaxşı tərəfdən göstərdəndən sonra gəlib elə bura düşəcəklər. O akademiya komandasından sonra təzədən aşağı bir dənə nəsə komanda var. Orada da yenə də gəlirlər yoxlanışdan, xaricdən, Ukraynadan, Belarusdan seleksiya gəlirlər özləri. Elə bir komandası var ki, məsələn, ora ödənişli bir yerdir. Tutaq ki, mən buradan Azərbaycandan hansısa bir yaxşı futbolçumuzu göndərmək istəyirəm ora. Maşennik komanda orada. Məsələn, illik, aylıq ödənişi tutaq ki, 30.000 evrodur. Göndər futbolçunu. Qalacaq orada yeməyi, içməyi, yatmağı, məşqini keçəcək. Özü oynaya bilməyəndə də deyəcəklər ki, yaxşıdır, artırın, bir illik abonement alın. Ödənişini verirsən zaten. Platna institut kimi bir şeydir. Gedirsən ora, sən ödəniş elədiyin üçün ona görə də sənin potensialı bu. Şərait necədir? Ümumiyyətlə necə müraciət edirlər? Ümumiyyətcə bilsən necə? Alınırmı? Bizdən müraciət edənlər varmı il ərzində? Varsa nə qədər? Məsələn, həmin o Əbülfəz özü orada çalışır və burada Azərbaycanlı futbolçu var, hansı ki, onun əlindən özü aparıb ora komandaya transfer. Məncə 3-cü divizionda bir dənə Azərbaycanlımız var, hansı ki, 3-cü divizyonun da hansısa bir liqasında bizim Azərbaycanlı bir dənə uşaq var, adını da bilmirəm, gələn verilişdə lap deyərik, vurğulayarıq. Hansı ki, orada məsələn oynayır futbol. Bunun özü də Əbülfəzdə.